Nine Sense İncəsənət Mərkəzində Ətirşah brendinə məxsus Şah adlı yeni ətir kolleksiyasının rəsmi təqdimatı keçirilib. Tanınmış ictimai xadimləri, blogerləri və ətriyyat üzrə mütəxəssisləri bir araya gətirən gecə, yüksək ətriyyat və müasir incəsənət aləmlərini birləşdirərək özünü ifadə etmək üçün unikal məkan yaradıb. Təqdimat mərasiminin fəxri qonağı Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi Leyla Əliyev olub. Ətriyyatçı Qoşqar Nurlu master-klass zamanı bütün qonaqlara öz unikal imza ətrini yaratmağa kömək edib. Ustad dərsi zamanı iştirakçılar parfümeriyanın əsaslarını və ingrediyentlərin peşəkar palitrası ilə işləməyi öyrəniblər. Qonaqlar tədbirdən yalnız yeni təəssüratla deyil, həm də həqiqi ətrin eyni anda 9 hissi oyatmaq gücünə malik olduğunu anlayaraq ayrılıblar.